Bildiyiniz kimi qış aylarında, qış fəslində, yay fəslində fərqli olur. Yəni insanların işi zəifləyir, imkan biraz zəif olur. Xüsusən də o insanlar hansı ki onların işləri zəifdir, imkanları zəifdir, dolanışıqları zəifdir. Bu fürsətdən istifadə eləmək lazım. Kiminsə imkanı varsa, Allah rızası üçün imkanı olmayan insanlara, qonum qonşusuna, qohum əqrabasına, yaxın qardaşlara, dostlara köməklik etməyə. Allah rızası üçün. Məsələn, səndə 2 dənə kurtka varsa, 2 dənə geyimin varsa, hansısa bir qardaşda, hansısa bir qonşunda, qohumunda yoxdursa, Allah rızası üçün 11-ni ver ona. Verəndə də qorxma. Qorxma ki, səndə bir dənə qalacaq və yaxud səndə olacaqmı, gələnli giyinərsən. Düzdür, vermək istəyəndə, elə vermək istəyəndə, hansı ki, istəyirsən ki, onu verəsən, şeytan gələcək. Bu şeytanın nədir? Bu vədidir. Elə şeytanın işi gücü budur ki, nədir? Sənə vəsvəsə eləsin. Ki, səni salih əməllərdən geri qoysun. Bil ki, subhanallah, bil ki, o vermə deyən var, insanın içərisində bir səs gəlir də insana. Üzr istəyirəm. O vermə deyən, o səs şeytanın səsidir. Ola bilməz ki, bu Allahdan olsun. Allah subhanət hələ insana yaxşı əməllər görməyə əmr edir. Yaxşı əməllər görməyə sövq edir, subhanət hələ. O səndən gələn o səs şeytanın səsidir. Qorxma, sən ver Allah üçün. Vallahi, billahi, tallahi, versən Allah üçün, Allah sənə əvəzini qaytaracaq. Allah sənə əvəzini qat-qat qaytaracaq. Subhanallah. Ola bilsin, sən ixlasla, hansısa bir kasıb qardaşa, kasıb qonşuna, qohumuna, kuşqanın bir dənəsini verərsən, Allah rızası üçün. Verəndə də çalış ki, niyyətini qoruyasın. Çalış ki, niyyətini qoruyarsan ki, bunu Allah üçün verəm. Bunun əvəzini Allahım səndən istəyirəm. Həm bu dünyada, həm də axirətdə. Vallahi, o bir dənə kuşqa hansısa bir müsəlmanın qəlbinə sevinç salar və sən də bu sevincin səbəbi ilə qiyamət günü Allah sənə soruqsuz, sualsız cənnətə salar. Allah kərimdir, subhanahu teala. Allah ikram edəndir, subhanahu teala. Sən hər hansısa bir əməli kiçik görmə. Sonra barakallahu fikum, sənin evində 2 dəst yorğanın varsa, 2 dəst döşəyin varsa, ola bilsin ki, sənin qonşularında, qohumlarında, qardaşlarında onlardan yoxdur. Araşdır, axtar, bax gör, harada kasıb qardaşlar var, harada kasıb müsəlmanlar var, qonşularında, qohumlarında ver onlara, Allah rızası üçün. Həmsinin pulla yardım elə, əgər imkanın varsa. Allah sənə veribsə, sən də ver. Sən də ver, bayaq dediyim kimi, barakallahu fikum, qorxma. Qorxma, bil ki, Allah sənə onun əvəzini qat-qat verəcək, subhanahu teala. Allahın vədi var. Və bəzən olur ki, insan sədəqələri gizlidə vermək daha yaxşıdır. Bəzən də başqa müsəlmanları da, başqa qardaşları da şüzadləndirmək üçün aşkarda da vermək olar. Əllezine yunfiqun əmvaləhum bil-leyli və-nəhar sirran və alaniyə. O kəslər ki, mallarından infaq edirlər, gecə və gündüz, fikir verin, subhanallah, gecə və gündüz. Allahu akbar. Allahu akbar. Allahi, o qədər imanımız arada zəif eləyir ki, o qədər imanımız zəifdir ki, Allahın muradını anlamaq da bizə mane olur. Allahu akbar. Əllezine yunfiqun əmvaləhum bil-leyli və-nəhar. Subhanallah, gecə və gündüz. Fikir verirsiniz? Yəni ki, Allah bilir, subhanallah, qullarının əlləri var ki, gecələr infaq edirlər. Bil-leyli və-nəhar sirran və alaniyə. Gizlidə və aşkarda. Gizlidə və aşkarda. Sonra Allah subhanət hələ onlar üçün nə qədər mükafatlar hazırlayıb, onu da ayətlərdə bizə xəbər verib subhanət hələ. Ona görə barakallahu fikum, çalışmaq lazımdır ki, salih əməllərdə çalışmaq lazımdır ki, Allahın izni ilə ciddi olmaq, məsuliyyətli olmaq. Bilmək lazımdır ki, sən nə etsən, Allah sənə əvəzini verəcək. Allah subhanət hələ ikram edəndir, kəramət sahibidir subhanət hələ. Son olaraq barakallahu fikum, yenə təkrar olaraq xatırladım ki, qış fəsli mömin üçün fürsətdir. Qış fəsli mömin üçün nədir? Fürsət. Gecə namazları qılmaq, zikr eləmək, dua etmək, istiğfar etmək. Vallahi o qədər ehtiyaclarımız var ki, Allahu akbar. O qədər ehtiyaclarımız var ki, ehtiyaclarımız aşıb daşır. Bunların hamısını qalxıb Allaha ərz etmək lazım. Bir dəfə bir kişi bir alimin yanına gəlir. Səhv eləməmsə dərslərin birində bu haqda danışmışdıq. Alimə gəlir, əhvallarından şikayət edir. Deyir ki, bax, bu problemim var, bu problemim var, bu problemim var, bu problemim var. Bir neçə məsələlər sayır ona. Alim də onu diqqətlə dinləyir, rəhməhullah. O kişi söhbətini bitirdikdən sonra, sözlərini deyib qutardıqdan sonra, alim ona deyir ki, bitirdin mi deyir şikayətlərini? Deyir ki, bəli. Deyir, bax, nə cürünə bunları mənə danışmısansa deyir. Qalx, deyir, gecələr bunları Allaha ərz edir. Allahu akbar. Rahiməhullah. Gör necə onu yönəldir Allahu akbar. Deyir, bax, nə cürünə mənə danışdınsa bunların hamısını
başına gələnlər, həyatında olan problemlər. Qalx bunların hamısını Allaha ərz elə. Vallahi, qalx Allaha danış. Qalx Allahdan istə. Bil ki, Allah subhanahu teala sənə verəcək onları. Subhanahu teala. Uca Allahdan dilərəm ki, Allah subhanahu teala bizə nəsib eləsin gecələri qalxıb namaz qılmağı, gündüzləri oruç tutmağı və salih əməllər görməyi. Bu qış fəslindən Allah subhanahu teala səmərəli şəkildə bizi keçirməyə nəsib etsin. Allah subhanahu teala bizi eşitdiklərimizi bizim üçün faydalı etsin. Sözlərimizə və əməllərimizə ixlas etsin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.